Təsəvvür edin, kimsə yanınızdan sadəcə keçir və bircə saniyədə cibinizdəki kartın bütün məlumatlarını kopyalayır. Bax, bu şirin görünüşlü cihaz məhz bunu edir. Əlimdə gördüyünüz bu cihaz sadəcə bir oyuncaq deyil. Bu, hackerların gizli silahıdır. Adı Philip Bezero'dur. Görünüşü sizi aldatmasın. Daxilində görünməz siqnalları oğurlayan güclü bir mexanizmdir. Bununla turniket kartlarını, keçid pultlarını və ətrafınızdakı bütün idarəetmə siqnallarını saniyələr içində ələ keçirmək olur. Təsəvvür edin, sadəcə bir toxunuşla hər şey sizin nəzarətinizdədir. Amma unutmayın, bizim məqsədimiz xaos yaratmaq deyil, kiber təhlükəsizlikdir. Yəni, bu sistemlərin zəifliklərini tapıb özümüzü qorumaq. Bu təhlükəli cihazın realda nələr edə biləcəyini və rəqəmsal dünyanı necə eviz etdiyini öz gözlərinizlə görmək istəyirsinizsə, şərhə Filipper yazın, sizə gizli bir video göndərim. Daha çox belə kontent üçünsə səhifəni izləməyi unutmayın.